Salam dostlar, yenidən xoş gördük. Ariflərin məqamları dərsimiz davam edir. Deməli, şeyx buyurur ki, Şeyx İbn Sina fəidə abara ər-riyada ilən-neyli. Arif gəlir bir məqama çatır ki, bu mənəvi səfərdə bir məqama çatır ki, o artıq neyl, yəni qovuşmaq, vüsal məqamına çatır. Mənəvi olaraq Allaha qovuşur. Bu təbii ki, bu mənəvi səfərin tam zirvəsi deyil, indi şeyx buna işarə edəcək. Tam zirvəsi deyil, amma zirvəyə yaxın bir mərtəbədir, mərhələdir. Çünki bu günəcən o daim öz üzərində işləyib, öz nəfsi üzərində işləyib, onu təmizləməyə çalışıb, bu yolda çoxlu yollar qət edibdir, çoxlu məsafələr irəliləyibdir və elə bir mərhələyə gəlib çatır ki, burada artıq vüsal məqamıdır, qovuşmaq məqamıdır. Bunun əlaməti nədir? Yəni, bu mərhələyə çatan bir insanda hansı xüsusiyyətlər baş verir, onda nə kimi dəyişikliklər ortaya çıxır? Şeyx bunu izah edir. Buyurur ki, elə ki bu məqama çatdı, sara sirruhu mir'atan mujlavvatan. Onun artıq ruhu, qəlbi təmizlənir, paklanır. Bu çox önəmlidir. Nəyə görə? Çünki irfan ədəbiyyatını oxuyanlar bilirlər ki, burada qəlbin təmizlənməsi, ruhun təmizlənməsi həqiqəti görmək üçün önəmlidir. Və ruhu, insanın ruhu nə qədər təmizlənirsə, həqiqəti o qədər təmiz görə bilir, o qədər saf görə bilir. Buna görə də ariflər deyirlər ki, bir insan bu seyri-sürüş səfərində, mənəvi səfərdə o addım-addım, yavaş-yavaş irəlilədikcə, ruhu paşlandıqca o həqiqəti daha kamil, daha şəffaf şəkildə görür. Bunun əksi nə deməkdir? Bunun əksi bu deməkdir ki, əgər bir insan hələ yolun başlanğıcındadırsa və ya hələ yolun ortasındadırsa, onun gördükləri həqiqətin tam özü ola bilməyə bilər. Nəinki olmaya bilər deyil. Niyə? Çünki bu hələ yolun ya əvvəlindədir, ya ortasındadır. Onun ruhu, qəlbi hələ tam paşlanmayıbdır. Eyni ilə güzgü misalı kimi. O güzgü nə qədər pak olsa, surəti o qədər kamil şəkildə əks elətdirər. Amma nə qədər çirkli olsa, baxmayaraq ki, siz onu təmizləyirsiniz yavaş-yavaş. Amma nə qədər ki, o təmizlənməyibdir, o surəti, nəslənin, əşyanın surətini tam gerçəkliklə əks elətdirmir. Ona görə bu mərhələdə, bu səfərdə olan insanlar üçün daim bu tövsiyə olunur ki, hələ ki siz, nə qədər ki siz yolun əvvəlindəsiz və ya yolun ortasındasınız, gördükləriniz hələ həqiqəti tam əks elətdirmir. Siz hələ tam çatmamısınız. Amma şeyxin burada dediyi kimi, elə ki çatdı o mərhələyə, elə ki o bütün maniləri aşdı, bütün yolları qət elədi və vüsal məqamına çatdı, qovuşmaq məqamına çatdı, ondan sonra sara sirruhu mir'atan mujlavvatan. Onun artıq ruhu, qəlbi yəni təbii ki, orada məqsəd ruhdur. Onun ruhu artıq tərtəmiz olubdur. Tərtəmiz olduğu üçün o artıq həqiqəti olduğu kimi əks elətdirir. O həqiqəti bizə gerçəkliyi ilə, tam çılpaqlığı ilə göstərə bilir. O zaman artıq onun gördüklərinə də tam etimad ola bilər. Və buna görədir ki, ariflər nəzəri irfanda bunu xüsusilə təkid ediblər, vurğulayıblar ki, hər bir arifin gördüyü o şey, daxili görməsi ilə mükaşifə dediyimiz o görmə, o Peyğəmbərin şəriəti ilə müqayisə olunmalıdır. Niyə? Çünki Peyğəmbərin şəriəti həqiqətdə Peyğəmbərin o daxili görməsinin nəticəsidir. Peyğəmbər də nəticədə bu yolu qət edib, bu yolda zirvəyə çatdığı üçün ona da bu həqiqətlər göstərilibdir. Ona görə Peyğəmbərin gördükləri və ya məsum imamların gördükləri, onlar tam həqiqətdir. Orada zərrə bir bulanıqlıq ola bilməz, gerçəyə zid heç nə ola bilməz, çünki onlar daim Allahın nəzarətindədir. Allah onları daim nəzarətdə saxlayıb və hər şeyə bir növ özü nəzarət edibdir. Ona görə onların gördüklərində hər hansı bir nöqsan, bulanıqlıq ola bilməz. Lakin digərləri ki, bu yola hələ təzə başlayıblar, bir müddətli başlayıblar və ya müəyyən məsafələr qət ediblər, bəli, onların gördüklərində müəyyən bulanıqlıqlar ola bilər, gerçəyi tam əks etdirməmə halları ola bilər. Ona görə nə etməliyik? Şəriətlə müqayisə etməliyik. Peyğəmbərin mükaşifəsi ilə, Peyğəmbərin o daxili görməsi ilə müqayisə etməliyik. O da şəriətdir. Və buna görə də ariflər xüsusilə təkid edirlər ki, bir insan əgər onun gördüyü şəriətə ziddirsə, deməli orada nə var? Bir xəta var. Onun gördüyü, yəqin ki, o məcazi mənada deyirəm bunu təbii ki, o aynanın o çirkli yerinə düşübdür, bulanıq yerinə düşübdür. O ayna hələ o tam təmizlənməyən yerinə düşüb ki, o həqiqəti tam görə bilməyibdir. İbn Sina da burada onu deyir. Bir insan bu məqama çatandan sonra onun artıq ruhu təmizlənir, paşlanır.
muhadiyan biha şatral haqqı. O artıq bir növ həqiqətlə, haqla, Allahın o göstərdiyi həqiqətlərlə, Allahın özü ilə hətta nə olur? Üz-üzə dayanır artıq. Burada təbii ki, bu üz-üzə dayanma, qarşı-qarşıya durma, bu məcazi deyimlərdir. Çünki bu dediklərimiz şeylər metafizik şeylərdir, mücərrəd şeylərdir. Orada hansısa bir fiziki mənada üz-üzə dayanmadan söhbət gedə bilməz. Amma indi bu məsələlər elə məsələlərdir ki, onları ifadə etmək üçün sözlər, kəlamlar acizdir. Ona görə biz bunu bu şəkildə ifadə edirik ki, insan bir məqama çatır ki, o haqqın özü ilə üzbəüz dayanır. Üzbəüz dayanma bu əslində bir onu göstərir ki, o artıq hər şeyi, o həqiqətin özü ilə bir növ ünsiyyətə keçir və onun özünü görür. Nəinki kənardan, nəinki uzaqdan onu müşahidə edir. Xeyr, onunla üzbəüz dayanıb və onun özünü müşahidə edir. Bu, müşahidənin bir növ ən kamil formasıdır. İnsan bu maddi həyatda bir şeyin üzbəüz dayananda onu daha kamil sürətdə müşahidə edir. Nəinki uzaqdan, nəinki qıraqdan, kənardan və s. Burada da məcazi mənada şeyx bunu deyir ki, insanın ruhu təmizlənəndə o da haqla üz-üzə dayanır. Niyə? Çünki üz-üzə dayanma müşahidənin ən kamil formasıdır. Yaxşı, bundan sonra hansı hadisələr baş verir? Şeyx buyurur ki, وَدَرَّتْ عَلَيْهِ أَلَّذَّاتِ الْعُلَى. Baxın, çox maraqlıdır. Artıq ən ali ləzzətlər, ən üstün ləzzətlər onun ruhuna axır. Bu, bir növ sətraltı olaraq şeyx nəyə göstərir burada? Sətraltı olaraq onu deyir ki, yəni həqiqətdə o Allahla onun həqiqətlərini müşahidə etməklə əldə olunan ləzzət ən kamil ləzzətdir. Həqiqi ləzzət odur. Digər ləzzətlər, maddi ləzzətlər, dünyəvi ləzzətlər, cismani ləzzətlər, bunlar da ləzzətdir. Amma bunlar ikinci dərəcəli ləzzətdir. Bunlar cismani ləzzətdir. Bunlar insanın həqiqi kimliyini zirvələrə çatdıran, ucaldan ləzzətlər deyil. Bunlar sadəcə cismimizi tətmin etmək üçün olan ləzzətlərdir. Amma həqiqi ləzzət nədir? Həqiqi ləzzət odur ki, insan haqqı müşahidə edə və o haqqı müşahidədən o müəyyən həqiqətləri dərk edə. Bax, o dərkdən yaranan ləzzət İbn Sina deyir ki, bu həqiqi ləzzətdir. وَفَرِحَ بِنَفْسِهِ لِمَا بِهَا مِنْ أَثَرِ الْحَقِّ. Və təbii ki, belə olan təqdirdə insan fərəhlənir, sevinir. Çünki o, ali bir həqiqətə çatıb, əvvəlcədən heç vaxt müşahidə edə bilmədiyi, dadmadığı ləzzətləri dadır və buna görə də onda bir sevinç yaranır. Və bu da normaldır, yəni insan bu şeyləri görəndə sevinir və fərəhlənir ki, bəli, mən artıq bu məqama çatmışam, Rəbbimin istədiyi yoldayam, həqiqət yolundayam. Və burada fərəhin yaranması, sevincin yaranması da normaldır. وَكَانَ لَهُ نَظَرٌ إِلَى الْحَقِّ وَنَظَرٌ إِلَى نَفْسِهِ وَكَانَ بَعْدُ مُتَرَدِّدًا. Baxın, burada şeyx çox maraqlı bir məqama toxunur. Buyurur ki, bəli, insan bu məqama çatıb, qəlb təmizlənib, ruh təmizlənib, haqla üzbəüzdür və həqiqəti müşahidə edir. Amma yenə də onun bir gözü haqdadır, bir gözü özündədir. وَكَانَ بَعْدُ مُتَرَدِّدًا. Və hələ də nə var burada? Bir get-gəl var. Burada get-gəldən məqsəd nədir dostlar? Deməli, bu insan həqiqətə çatıb, amma yuxarıda nə dedi? وَفَرِحَ بِنَفْسِهِ. Amma onda bir sevinç yaranır. Bu sevinç həqiqətdə yenə də nə deyim? Bir nəfsə qayıdışdır, özünə qayıdışdır. Çünki insan sevinəndə burada nəfs ortaya çıxır, nəfs amili ortaya çıxır. Ona görə də İbn Sina buyurur ki, وَكَانَ بَعْدُ مُتَرَدِّدًا. Hələ də get-gəldədir. Yəni, hələ də özündən, öz nəfsindən tam ayrılmayıbdır, tam qopa bilməyibdir. Düzdür, elə bir məqama çatıb ki, o həqiqəti müşahidə edir, haqla ünsiyyətdədir və əvvəlcə heç vaxt dadmadığı o ləzzətləri dadır. Amma burada nəfs amili də ortaya çıxır. Burada o sevinç, fərəh ortaya çıxır. Niyə? Çünki insan nə zaman sevinir? Özünü müşahidə edəndə sevinir ki, mən, baxın, mən amili burada ortaya çıxır. Mən bu məqama çatmışam. Görürsünüz, burada hələ mən amili tam sınmayıb, tam aradan getməyibdir. Bəli, yüksək məqama çatıb, amma bu məqam, ona görə az əvvəl nə dedim? Dedim, tam zirvəyə çatmasa da zirvəyə yaxın bir mərhələdədir. Bəli, o hələ tam zirvədə deyil. Zirvəyə yaxın bir mərhələdədir. Niyə? Çünki həqiqətin ruh paklaşıb, o əvvəlcədən görmədiyi şeyləri görür, əvvəlcədən dadmadığı ləzzətləri dadır. Bu cəhətdən möhtəşəmdir.
Çox uca bir məqama çatıb. Amma hələ də mən amili var. Hələ də o sevinc hissi var. Hələ də o sevinc hissi nədən qaynaqlanır? Məndən qaynaqlanır. Ona görə get-gəl var. Rəbbə tərəf, haqqa tərəf nəzər var, bir baxış var, amma arada özünə tərəfdə bir nəzər var, baxış var. Bu çox möhtəşəm bir məsələdir. Nəyə görə? Çünki İbn Sina bir filosof kimi biz tanıyırıq və İbn Sina bir filosof kimi tanınır. Amma görəsən bu sözləri yazan, bu sətirlərin müəllifi həm də arif olubmu? Çünki bu tək ağılla fikir edirəm ki, düşünürəm ki, qavranılan bir məsələ deyil. Ola bilsin ki, bu sətirlərin müəllifi, yəni İbn Sina filosof kimi məşhurlaşsa da və biz onu arif kimi tanımasaq da, ola bilsin ki, ehtimal ki, o həm də bir arif olub. Yəni mənim isnad elədiyim yeganə dəlil ancaq bu İbn Sinanın bu sözləridir. Ariflərin məqamları haqqında dediyi bu sözlərdir. Başqa əlimdə dəlil yoxdur. Çünki İbn Sina digərləri kimi, Molla Sədra kimi, İbn Ərəbi kimi, Qunəvi kimi, nə bilim, Qeysəri kimi bu cür əsərləri yoxdur bu səpkidə. Onların yazdığı səpkidə əsərləri yoxdur. Əsərləri İbn Sinanın adından fəlsəfi səpkidədir. Amma burada yazdıqları sanki deyir ki, yox, o həm də arif olubdur. Çünki bu cür o incə mətləblərə çatmaq, bu cür dərin, o mənəviyyatın dərin qatlarına enmək, bu sırf mən belə düşünürəm ki, ağılla olası bir məsələ deyil. Burada bir irfan var məncə. Hər halda dediyim kimi bu mənim ehtimalımdır. Sonra buyurur ki, ثُمَّ إِنَّهُ لَيَغِيبُ عَنْ نَفْسِهِ. İndi ən kamil mərhələ baxın burada başlayır. Əvvəlki mərhələdə düzdür, zirvəyə yaxın bir mərhələdə idi, amma hələ də mən amili tam itməmişdi. Amma İbn Sina deyir ki, növbəti mərhələdə لَيَغِيبُ عَنْ نَفْسِهِ artıq özü də kənardadır. Özündən də bir fani olubdur. Özünü də artıq hesaba qatmır. Yalnız ona tərəf yönəlib, yalnız onu görür. فَيَلْحَذُ جَنَابَ الْقُدْسِ faqat yalnız Allahı mülahizə edir. Yalnız fikri, düşüncəsi, nəzəri, baxışı ancaq Allahdadır. Baxın dostlar, bunu təsəvvür etmək bizə çətindir. Çünki biz o şeyə çatmamışıq, o mərhələyə çatmamışıq, o hala düşməmişik, o halı yaşamamışıq, müşahidə eləməmişik. Biz sadəcə burada eşidirik. Deyir və biz eşidirik. Nəzəri irfan da budur. Nəzəri irfan nədir? Arifin yaşadıqlarını dilə gətirməsi və onu sözlər şəklində, cümlələr şəklində ifadə etməsi. Ona görə dinləyən nə qədər ki onu yaşamayıb, o onun üçün qaranlıqdır. Yəni, belə bir şey var. Amma nədir? Mahiyyəti nədir? Necə bir hissdir bu? Bunu təbii ki biz dada bilməliyik. Bu bizim üçün bir hüsuli elmdir, yəni vasitəli idraçdır. Hüzuri elm lazımdır buna, yəni vasitəsiz idrac. Yəni insan acanda o aclığı necə dadırsa, susuyanda o susuzluğu necə dadırsa, hiss edirsə və ya sirab olanda, suyu içəndə, o şiddətli susuzluqdan sonra o suyu içəndə onda yaranan o həz, onu necə birbaşa dadırsa, bunu da o cür dadmalıdır ki, burada şeyx nə deyir, onu başa düşə bilsin. Ariflər nə demək istəyir, onu başa düşə bilsin. İndi, burada şeyx deyir ki, insan elə bir mərhələyə çatmalıdır ki, orada özünü də unutsun, özünü də kənarlaşdırsın. Biz bunu dinləyirik, amma həqiqət bizim üçün tam çılpaqlığı ilə aydın deyil. Biz sadəcə olaraq onu təsəvvür edə bilərik, təxəyyül edə bilərik. Amma mahiyyəti nədir, həqiqəti nədir, onu təbii ki, tam çılpaqlığı ilə biz bilə bilmərik. فَيَلْحَثُ جَنَابَ الْقُدْسِ faqat. İnsan bu mərhələdə şeyx buyurur ki, ancaq Allahı müşahidə edir. Ancaq Quds, müqəddəs olan, pak olan Rəbbini müşahidə edir. وَاِنْ لَحِذَ نَفْسَهُ فَمِنْ حَيْثُ هِيَ لَاحِذَةٌ لَا مِنْ حَيْثُ هِيَ بِزِينَتِهَا. Bəli, burada da bir nəfsə bir mülahizə var. Amma bu mülahizə əvvəlki mülahizədən fərqlidir. Əvvəlki mülahizədə bir sevinç var idi, fərəh var idi, bir özü təqdir var idi, məni təqdir etmə var idi ki, mən çatmışam bu məqama, mən alıram bu həzzi, ləzzəti. Amma burada o deyil, burada artıq mənə qayıdış, mənə baxış, məni müşahidə eləmə, nə bilim, özünü təqdir eləmə, bu kimi hallar yoxdur. Burada sadəcə olaraq, məcburi olaraq, ixtiyarsız olaraq özünün fərqində olma var. Bu yalnız fərqindəlikdir. Yəni, insan sadəcə olaraq özünün fərqindədir və salam. Amma bundan əvvəlki mərhələdəki kimi özü təqdir etmək yoxdur, şəxsiyyəti təqdir etmək yoxdur, özü ilə fərəhlənmə yoxdur. Burada sadəcə olaraq
ixtiyarsız olaraq özünü müşahidə edir. Çünki insan nəticədə özünü, öz varlığını dərk edir. Baxın, buradakı təfsirçilərin hamısı bunu deyirlər. Bu İbn Sinanın bu sözünü, cümləsini izah edənlər bunu deyirlər ki, buradakı o məni mülahizə eləmə, bu sadəcə olaraq ixtiyarsız olan, məcburi olan bir mülahizədir. Yəni, mən varam, vəssalam. Amma mən filan şeyə sahibəm, bundan əvvəlki mərhələdəki kimi xeyr, belə şeylər yoxdur. Burada artıq insan özündən də qəflətə düşür. Bu mənada ki, artıq özünə baxmır, ehtiyac görmür. Çünki idrak elə bir mərhələyə çatır ki, o özü artıq heç nə görür. Haqqın müqabilində, Allahın müqabilində, o mütləqiyyətin müqabilində özünü artıq heç nə görür. Ona görə özünə baxmağa da ehtiyac duymur. Sadəcə olaraq fərqindədir ki, mən deyilən bir şey var. Ona görə İbn Sina buyurur ki, فَمِنْ حَيْثُ هِيَ لَاحِذَةٌ لَا مِنْ حَيْثُ هِيَ بِزِينَتِهَا. O sadəcə olaraq özünün fərqindədir. O cəhətdən özünü müşahidə edir. Nəinki özündə olan gözəllikləri müşahidə edib ondan əvvəlki mərhələdə olduğu kimi neynir, fərəhlənir. Belə bir şey yoxdur. Və hunəkə yəhəqqul vusul. İbn Sina buyurur ki, baxın, tam qovuşma, tam o zirvəni qət etmə, o zirvəyə çatma məhz bu mərhələdə gerçəkləşir. İnsan fani olandan sonra, yox olandan sonra, Rəbbində yox olandan sonra, Allahda yox olandan sonra, mütləq həqiqətdə yox olandan sonra və özünü kənara atandan sonra, özünə baxmayandan sonra, özünə fəxr etməyəndən sonra, o mən amilini kənara atandan sonra, bu mərhələdə artıq o kamil vüsal, kamil qovuşma gerçəkləşir. Dediyim kimi, bunlar həqiqətən çox dərin sözlərdir və mənəviyyatın ən dərin qatlarından xəbər verir. Ona görə mən düşünürəm ki, bunu yazan bir insan, əgər bunu ağlı ilə yazıbsa, yəni buna ağılla çatıbsa, bu fövqəladə bir ağıldır. Yəni, bu müqayisə olunmayacaq bir ağıldır. Çünki mənəviyyatın dərin qatlarına ağılla çatmaq, bu möcüzəvi bir şeydir. Amma mən ehtimal edirəm ki, xeyr, bunu deyən insan həqiqətən kamilin zirvəsindədir, bəlkə də arif olubdur. Ehtimalım budur ki, bu insan arif olubdur. Çünki bu mərhələyə çatmaq, yəni bu sözləri demək, bu ondan xəbər verir. Bu mənim sadəcə ehtimalımdır. Xülasə dostlar, İbn Sinanın bu mənəvi səfər barədə sözləri bunlar idi. İnşallah növbəti dərsdə görüşənədək hələlik.